Salam əziz izləyicilər, hər birinizi xoş gördüm, hər birinizi salamlayıram öz səhifəmdə. İstədim qısa da olsa bugünkü vaxtımı ona xərcləyim belə bir mövzuya. Niyə ətrafda yəqin ki görmürsünüz ki, əksər insanlar özləri ilə tək qalmağı çəkinirlər, qorxurlar. Bu tək qalmaq, öz-özünlə olmaq bu insanlar üçün böyük bir faciədir. Kainat boyda bu bir faciədir, fəlakətdir bunlar üçün. Və əksər insanları görürsünüz ki, yəni 90-95% insanlar həmişə cəmiyyətdə qrup şəklində gəzirlər, qrup şəklində həmişə görüşürlər. Az insanlar var ki, tək olsunlar, öz-özünlə olsunlar, zaman tapıb, vaxt tapıb. Hətta zaman tapıb, vaxt tapıb, yenə də öz-özlərinə olmalı. Kimsə yığılırlar, kimsə görüşürlər, haradasa otururlar. Yəni bu problem nədədir? Problem ondadır ki, bu insanlar, yəni şamil olur bu insanlar öz-özlərindən qaçırlar. İnsan öz-özünlə olanda, öz düşüncə ilə, öz fikri ilə olanda min dənə beynində fikirlər gəlir. Və bu fikirlərdən qaçınmaq üçün çalışırlar, kimlərsə yığsınlar, telefonla kimlərsə haradasa otursunlar, görüşsünlər. Məqsəd bir dənədir, hədəf ki, öz-özündən qaçmaq, öz fikirlərdən. Çünki bu fikirlər bunları sıxır, bu fikirlər bunlarla diktə eləyir və bunlar elə bir yaşamağa mənasını görmürlər. Ona görə məna tapırlar ki, kimlərsə münasibətdə olsunlar, əlaqəyə girsinlər, həmişə cəmiyyətdə olsunlar. Nəinki zaman tapıb, 5-10 dəqiqə tapıb özlərindən olmaq. Yəni bu özlərindən qaçmaqdır yəni. Tək olmaqdan qorxurlar, çəkinirlər. Fəlakət faciədir bunlar üçün. Niyə insanlar həmişə, ətrafdakı insanlar alkoqol içkilər içirlər, kimlərsə nəşə qəbul edirlər. Yəni bu səbəbi budur ki, insanlar öz fikirlərini, öz beynini sakitləşdirmək istəyirlər, öz-özlərinə qaçmaq, həyata başqa prizmadan yanaşmaq, baxmaqdır. Eynəklə baxmaq həyata. Reallıq gözlə yox. Yəni bunun səbəbi budur. Yəni içkinin də, nəşənin də, ətrafdakı insanlar həmişə kimlərləsə olmaq, nəinki tək özlərindən olmaq. Yəni səbəb odur ki, insanlar özlərindən qaçırlar. Qorxu yaradır, tək olmaq. Hətta ki, Sokrat, qədim filosof Sokrat demiş ki, hər bir insan öz-özünü tanımalıdır. İnsan öz-özünü əgər tanımırsa, demək bu həyatı, limitli olan həyat, vaxt məhdudiyyətli olan həyatı boş-boşuna yaşayır. Hər bir insan öz daxili səsini, iç səsini eşitməlidir. Hətta ki, deyilir ki, insandakı daxili iç səsi Allahın səsidir, insanla danışan. Elə bir misal da var. Yəni Allahın o daxili səsi, iç səsi ancaq insan təklikdə eşidə bilər. Tək öz-özünlə eşidə bilər. Kütlədə, cəmiyyətdə, kütləvi şəkildə həmişə olur. Mümkün deyil öz-özünə eşitmək. Öz istəyinizi, öz marağınızı, özün kim olduğunu ancaq təklikdə eşitmək olar. Niyə çox əksər müdrikli, hikmətli insanlar, filosoflar, fəlsəfə insanlar həmişə təklikdə olurdular. Onlar ki, öz-özünü tanımaq üçün, özlərini eşitmək üçün daxili səsi. Əfsuslar olsun ki, təəssüf hissini deməliyəm ki, amma reallıq budur. Həqiqət nə qədər acı da olsa, həqiqətdir. Danılmaz faktdır ki, əksər insanlar həmişə qaçırlar özlərindən. Kimlərini saxtarlar. Vaxt tapıb 5 dəqiqə, 10 dəqiqədə yenə də kimsə yığacaqla, telefonla kimlərsə görüşəcəklər ki, tək öz-özünə olmamaq üçün. Amma hər bir insan öz-özündən olmalıdır. Bir qısa da olsa vaxt, yəni özünü eşitməlidir, özünü tanımalıdır. Çox sağ olun əziz izləyicilər. Qısa da olsa istədim mümkün mövzunu buna xərcl edeyim sizlər üçün. İnşallah Allahın hökmü ilə izində görüşərik. Özünüzə yaxşı baxın əziz izləyicilər.